Hər kəsə salam, əziz 9-cu siniflər. Bu gün sizlə baxacağıq 13 aprel 2025-ci il tarixində keçirilmiş 1-ci zona 9-cu sinif buraxılış imtahan suallarına. Əvvəlcə hər birinizə uşaqlar uğurlar arzulayıram. Ürəyiniz istədiyiniz kimi inşallah nəticə yığarsınız. Deməli, uşaqlar başlayaq 1-ci 57-ci sualımızdan. Deyir, düzbucaqlının uzunluğuna 40%, enli 20% azaltdıqda sahəsi neçə faiz azalar? Tipik toplu sualı. Deməli, uzunluğunu 40% azaldırıqsa, deməli nə olur? 60% olur. Azaldı oldu 60%. Yəni mən bunu uşaqlar bu şəkildə yazıram. Tutaq ki, bura A olsun, uzunluğumuz B olsun. Uzunluğumuzu 40% azaltdıq oldu 60%, yəni 0,6 B-yə. Və eyni zamanda enini 20% azaltdıq, 100% idi, 20% azaldı oldu enimiz 80%, yəni 0,8 A-ya. Əvvəlcə uşaqlar sahəmiz bərabər idi AB-yə. İndi isə bizim yeni sahəmiz bərabər olacaq. Yeni sahəmiz oldu 0,6 vurulsun 0,8 AB-yə. Yəni bu da bərabərdir 0,48 AB-yə. Deyir, sahə neçə faiz azalar? Sahəmiz uşaqlar 100% idi. Baxın, burada sahəmiz 100%dir. Amma indi isə sahəmiz oldu buradakı 48%. Neçə faiz azaldı uşaqlar? 52% azaldı A bəndi. Sonra keçək növbəti uşaqlar sualımıza. 57, 58. Kubun tilinə 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun uşaqlar həcm düsturunu yazıram. V bərabərdir, buradan yazım. A-nın kubu. Tilini 2 dəfə azaldanda, bunu 2 dəfə azaldanda, burada kub olduğu üçün kub yazmağa burada məcburuq. Həcm neyinir uşaqlar? 8 dəfə azalır. Oldu A bəndi. 59. AOB açıq bucaq CO AB-yə perpendikulyardır. DOC buran verib uşaqlar 25 dərəcə. AOD-ni tapın uşaqlar. Bu 5-ci sinif sualıdır. Həqiqətən hal-hazırda indiki 5-ci sinif kitablarında var. Burada olacaq neçə dərəcə? 65 dərəcə C bəndi. Sonra 60. Kəsri ixtisar edin. Gəlin ixtisar edək. Deməli, neyinirik? Aşağı asandır, müxtəsər vurma düsturudur. Surəti ortaq vuruq çıxartmalıyıq. Gəlin uşaqlar, baxın, bundan neyiniyək? M-i çıxarıq. M-i çıxartdım, nə qaldı içəridə? M çıxılsın, N. Bunu biraz qalınlaşdırım. Qaldı N. Çıxılsın. Deməli, buradan da çıxartmaq istəyirəm 5-i. Qalacaq burada nə? 5 vurulsun. Bura plus yazım. M çıxılsın N. Bu da belə. İndi bu ikisi ortaq olduğu üçün nə edirəm? İndi buradan M çıxılsın N-i ortaq vuruq kimi çıxardıram. Yazıram. M çıxılsın N vurulsun M plus 5. Surətimiz hazır. Keçdim məxrəcə. Bunu da müxtəsər vurma düsturuna əsasən parçalayıram uşaqlar. Yazıram 5 çıxılsın M. 5 üstə gəlinsin M. Bunlar ixtisar getdi. Yerdə qaldı. Bu hissə M çıxılsın M bölünsün 5 çıxılsın M B bəndi. Sonra keçdim uşaqlar 61-ci suala. Tənliyi həll edin. 3-dən 6 ixtisar getdi. Qaldı burada 2. X çıxılsın 2 bərabərdir 2. X bərabərdir 4. Sonra keçdik 62-yə. Tənliklər sistemini X-ə tapın. Alt-alta toplasaq Y-lər uşaqlar gedir. Gəlin aydın yazım tam başa düşün. 2x-in üstünə X gələndə 3x. Y-in üstünə mənfi Y gələndə 0 bərabərdir. 0-ın üstünə 6 gələndə 6. 3x bərabərdir 6, x bərabərdir 2, bu bəndə. Sonra, hansı nöqtə funksiyanın qrafiki üzərindədir? Bu da 5-ci sinif sualıdır uşaqlar. Hal-hazırda kitablarında var, amma burada mənfi keçmədiklər üçün yoxdur. Deməli, baxırıq A bəndinə. Yerini neyinirik? Birinci həmişə x-in qiyməti gəlir, ikinci y-in. Bir-bir yerinə yazıb yoxlayırıq. Yazıram 0 bərabərdir, mənfi 2 vurulsun 6, üstə gəlinsin 6 bərabərdir, mənfi 6. 0 mənfi 6-ya bərabər olmadığı üçün deməli A bəndi deyil. Keçdim B bəndinə 4, 9. 9 bərabərdir, mənfi 2 vurulsun 4, üstə gələk 6. Bu da deyil uşaqlar, bu eləyəcək mənfi 2. 9 ilə mənfi 2 bərabər olmadığı üçün buna da yazmırıq, bu da getdi. Gəldim C bəndinə 0 bərabərdir, mənfi 2 vurulsun mənfi 3, üstə gələk 6 bərabərdir 12-yə. Bu da doğru cavab deyil uşaqlar, çünki 0 ilə 12 bərabər deyil. Bu
Bunu da silirəm. Keçirəm D bəndinə. 16 bərabərdir mənfi 2 vurulsun mənfi 5. Üstə gələk 6 bərabərdir 16-ya. Cavab olacaq D bəndi, çünki 16 16-ya bərabərdir. Sonra keçdim 64-də əbobəküp cəmini hesablayın. Uşaqlar, əküpda deməli, əküp biri digərinin böləni olarsa nə edirdik? Cavabı həmişə böyük olan götürürük. Bərabərdir 36-ya və əbob 10, 11. Ardıcıl ədədlər, qarşılıqlı sadə ədədlər olanda əbobumuz nəyə bərabər olurdu? Həmişə 1-ə bərabər olurdu. Əkobumuz onların hasilini. Deyir, cəmini tapın. 36 ilə 1-in cəmini eləyəcək uşaqlar. 37. 37 cavab Y bəndi. Sonra uşaqlar keçdi 65-ə. Tənasübdən x-i tapın uşaqlar. 3 ixtisar aparıram. Burada qaldı 7, burada qaldı 5. Bu 5 ilə də bunu ixtisar apardım. X bərabərdir 7 qaldı C bəndi. Keçdim 66-ya. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sadələr hansılardır? 2, 3, 5, 7. Neçə dənə var? 4 dənə. Aha. 10 dənə ədəddən 4 dənəsi sadədir. Yəni 5 dənədən ikisi ixtisar apardım. Cavab Y bəndi. Gəldi 67-yə. Deməli, mərkəzi O nöqtəsində olan çevrədə ABO 22. Aha. Deməli, uşaqlar, bura 22 dərəcədir və ASO burada 28 dərəcədir. Deyir, bucaq BAC-nə bu bucağı istəyir uşaqlar. Bunu necə yazılır uşaqlar? Mən necə yazıram onu sizə deyim. Tutaq ki, uşaqlar, buranı götürdüm 2 alfa. Eyni zamanda alfa yazmaqdan 2 alfa. Bura 2 alfadırsa, o zaman bu bucaq nə olacaq? Alfa. Bu sizə aydındırsa, keçək davamına. Deməli, bunu silirəm indi. Buradakılar aydındır sizə. Bu bilirik ki, 360 dərəcədir. Bunun 2 alfasını buraya yazanda. Bu içəriyə bu hissəyə hansı qalır uşaqlar? Neçə dərəcə qalır? 360 çıxılsın 2 alfa. Deməli, daxilə qaldı 360 çıxılsın 2 alfa. Burada bir dənə var. Alfamız üstə gələk alfa. Üstə gələk bu kənardakıları da zaten veriblər. 22 plus 28 bərabərdir. Bu uşaqlar, bu bucaq 4 bucaqlıdır. Çünki 1, 2, 3, 4 bərabərdir neçəyə? 360-a. Bərabərdir 360-a. Buradan da alırıq ki, alfa bərabərdir 50 dərəcəyə. Cavab oldu A bəndi. Sonra keçək növbəti suala. Tərəfi 12 olan kvadratın perimetrini tapın. P bərabərdir 4 vurulsun 12, 48. D bəndi. Sonra 69 ifadənin qiymətini hesablayın. Uşaqlar, ixtisar aparatıyıq. Yazıram. 56 mənfi verirəm qarşıya. Vurulsun 15 bölünsün. 14 vurulsun. 20-dən 50-dən çıxanda nə eləyəcək uşaqlar? Mənfi 30. Mənfini atdım qarşıya. 30'u yazdım bura. İxtisar apardım. Burada qaldı 2. 56 ilə 2 ixtisar apardım. Burada qaldı 28. Mənfi ilə mənfini apardım. 28-dən 14 apardım. Cavab qaldı 2 Y bəndi. Gəldik 70-ə. Çoxhədli D vuruqlara ayırın. X plus Y vuruqlara ayırdım. Mötərizə xaricinə çıxartdım. Qaldı burada S çıxılsın D. X plus Y S çıxılsın D. A bəndi. Sonra keçir uşaqlar 71-ə. Deyir ki, verilən ABC çoxluqları üçün A kəsişmə B çıxılsın C. Aynen gəlin B-ni kəsişdirək uşaqlar. Buradan yazıram. A kəsişmə B bərabərdir. Kəsişmə nə idi? Yəni həm A-da olsun, həm B-də. 0 yoxdur. 1 hər ikisində var uşaqlar. Sonra 2 hər ikisində var. 3 hər ikisində yoxdur. 4 hər ikisində yoxdur. 5 hər ikisində var və 6 hər ikisində yoxdur. Deməli, kəsişməsi oldu 1, 2, 5. Deyir ki, bu 1, 2, 5-dən S-ni çıxın. S-ni nə idi? Elementləri 0, 1, 3 və 6. Görək, burada nəyə çıxa bilərik? 0 zaten A kəsişmə B-də yoxdur. 1-i çıxarıq. Çünki burada 1-i çıxırıq. Aha, 3 yoxdur, 6 yoxdur. Deməli, A kəsişmə B ilə 1-i çıxdıq. Nə qaldı əlimizdə? Sadəcə 2 və 5. Cavab oldu B bəndi. Sonra gəldik 72-yə. Bu da toplu tipli sual uşaqlar. Topluda bu tip suallar çoxdur.
Deməli deyir AB plus B bərabərdir buna. Şərtli 2 rəqəmlə AB-ni tapın. Uşaqlar bunu nə edirəm? Gəlin bunu açaq görək nə edirik. AB-nin yanına yazıram. 10 A üstəgəlinsin B üstəgəlinsin 10 B üstəgəlinsin A bərabərdir 88 vurulsun A açıq B. Aha, indi yazıram. 11 A üstəgəlinsin 11 B bərabərdir 88 vurulsun A açıq B. 11 ortaq vuruq kimi çıxartdım. A plus B bərabərdir 88 açıq B. İxtisar apardım. Burada qaldı 8. Deməli, uşaqlar. A plus B bərabərdir 8 vurulsun. 8 vurulsun A minus B'yə. İndi bunu nə edirəm? Vurub açıram. A plus B bərabərdir 8A çıxılsın 8B'yə. A'ları bir tərəfə yığıram, B'ləri bir tərəfə. Yazıram 9 B bərabərdir. A-nı sağa keçirsəm 7A-ya. Uşaqlar bu tip olanda nə edirik? Qarşılıqlı sadə ədədlər görürsünüz 9-dan 7. Bu zaman nə edirik uşaqlar? B-ni yerinə yazacağıq 7, A-nın isə yerinə yazacağıq 9. Bizdən A ilə B-nin ədədini istəyir, yəni AB bərabərdir 97-yə. Aha, cavab oldu 97. Sonra keçirik 73-ə. Deyir, qarşı təpələrindən biri koordinat başlanğıcında, digər isə bu nöqtədə olan kvadratın sahəsini tapın. Gəlin çəkək uşaqlar. Bu bizim koordinat oxumuz olsun. Bura koordinat başlanğıcıdır. Bir təpəmiz buradadır. Digər isə 8 mənfi 8. Aha, deməli bizə aşağı lazımdır. Bura olsun mənfi 8, bura olsun 8. Aha, bu kvadratın sahəsini istəyir. Bura tərəfimiz 8 olduğu üçün sahəmiz olacaq S bərabərdir 8-in kvadratı, yəni 64. Keçək 74 uşaqlar. Deyir ifadənin qiymətini hesablayın. Gəlin hesablayaq. Aha, yuxarıya baxıram uşaqlar. Deməli, hər tərəfi 2-yə vurub açıram mötərizəni. Yazıram. 2-yə vurdum. Bunlar ixtisar getdi. Nə qaldı? 2 tam %85-in kvadratı. Üstə gələk. 2 vurulsun. Baxın, bu 2-ni vururam buna. 2 vurulsun. 2 tam %85 vurulsun. 7 tam %15. Aha. Daha sonra üstə gəlinsin. Bunu biraz kiçildim əziz uşaqlar. Biraz böyük yazıram, sonra sığışdıra bilmirəm. Üstə gəlinsin neçə? 7 tam %15-in kvadratı. Aha, bu bizə nəyi verir uşaqlar? Baxan kimi adamın üzünə gülür. Bu bizə verir müxtəsər vurma düsturunu. 2 tam %85 üstə gələk 7 tam %15-in mötərizə kvadratı. Bu da bərabərdir 10-un kvadratı. Bu da eləyəcək 100. Cavab oldu 100. 75 hardadır? Burada. Deyir, natural ədədlər üçün x, y, 6. Aha, x vur, y bərabərdir. Y nə boyda oldu? Bərabərdir 6. Y vurulsun z bərabərdir 18. Uşaqlar, bu natural ədədlərdir. Deməli, x, y, z cəminin ən kiçik qiymətini tapın. Bunun ən kiçik qiymətini tapmaq üçün tutaq ki, mən bura yazıram. 2 vurulsun 3. Eyni zamanda y3 oldu axı. Bu da olacaq nə? 3 vurulsun 6. Yəni qiymətlərimiz nə oldu? X-imiz 2, y-imiz ən kiçik olsun deyə. Misal üçün mən burada y-i 2 götürsəm, z-imiz 9 olacaq. Yəni o şəkildə də yazaq baxaq. Deməli 2 plus nə? 3 plus 6 bərabərdir 11. Bu bizim cavabımız. Yəni ikinci halının şəklində baxaq. Necə uşaqlar baxın. Buradan yazıram. X vur y bərabərdir 6. Bunu 3 götürdüm. Y 2 və y vur z bərabərdir 18. Y2-dir, z 9-dur. Rəqəmlərimiz nə oldu uşaqlar? Ədədlərimiz 3, üstə gələk 2, üstə gələk 9. Cəmi nədir? 3 üstə 2, 5 üstə 9, 14. Bizdə nə deyir? Ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapın. Burada cavab böyük alınır. Amma ən kiçik qiyməti olacaq 11. Sonra keçək 76-ya. Bərabər tərəfli elemin üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Aha.
Deməli, elementin sahəsi ABC-dən 16 dəfə böyükdür. Bu olsun element. Element. Aha, bu da olsun ABC. ABC. Sonra deyir ki, bunun sahəsi bundan 16 dəfə böyükdür. Bunun sahəsi 16S olsun, bunun sahəsi S olsun. Aha. İndi deyir perimetr ABC-nin perimetri 9 olarsa, element üçbucağının tərəfini tapın. Uşaqlar nə edirik? Bunun perimetri 9-dursa, tərəfi nə olacaq? Yazıram. PABC bərabərdir 9-a. Deməli, bunun tərəfi bərabərdir 3 yerə bölürük də 3-ə. Çünki bərabər tərəflədir. Bunun tərəfi oldu 3. İndi uşaqlar oxşarlığa keçirəm. Tərəflər nisbəti A, bunda tərəflər olsun B. A bölünsün B bərabərdir. Kvadratı ilə yazıram, çünki sahə var. Bərabərdir. S bölünsün 16S-ə. Bu da bərabərdir. 1 bölünsün 16-ya. Yəni, A-nın B-yə nisbəti nə olacaq uşaqlar? Bərabər olacaq 1-in 4-ə. Aha. A-nın da yerinə 3 qoysaq, 3 bölünsün B bərabərdir 1 bölünsün 4-ə, B-miz bərabərdir 12-yə. Yəni, bunun sahəsi bundan 16 dəfə böyükdürsə, deməli, tərəfi də bundan 4 dəfə böyük olacaq. B-miz olacaq 12. Bizdən də elə bunu tərəfini istəyir 12-nin. Keçək 77-yə, deyir ifadənin qiymətini tapın. Gəlin tapaq uşaqlar. Nə edirəm? Yazıram yerinə. 5 çıxılsın 2 kökü qoşma ədədlərdir uşaqlar. 5 üstə gələk 2 kök altında 6 bölünsün. Cəmləri nə eləyəcək uşaqlar? Birbaşa yazaq. 5 çıxılır 2 kök altında 6. 5 üstə gələk 2 kök altında 6. Bunlar ixtisar getdi. Məxrəcdə qaldı 10. Surətdə qaldı. 5 dəfə 5-in 25 çıxılsın. Müxtəsər modüstür kimi açıram. 2 dəfə 2-in 4, 6, 24. Cavab oldu 10-da 1. Sonra 78. Deyir, 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Aha, x plus y bərabərdir 50-yə. Hər gün birinci yeşikdə, bu x olsun, bu y olsun. 3 kiloqram. İkinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra, baxın uşaqlar, 6-ya vururam, çünki 6 gün keçdi. Yeşiklərdə bərabər miqdarda qənd qaldı. Aha. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi. Yəni, uşaqlar, nə edirək? X plus y bərabərdir 50-yə. Sonra deyir ki, bərabər qənd qaldı. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Yəni, x çıxılsın 18 bərabərdir y çıxılsın 12-yə. X çıxılsın y bərabər olacaq 6-ya. Aha. Sistem tənliyi aldıq uşaqlar. Gəlin həll eləyək. Aha, bunu buradan götürün. Biraz balacaladım. Qoyun bura. Aha. Belə. Yuxarıdan sinib. İndi uşaqlar nə edirik? Yəni, sistem tənliyi kimi həll eləyək. Yazıram. X plus y bərabərdir 50-yə. X çıxılsın y bərabərdir 6-yə. 2x bərabərdir 56-yə. X bərabərdir 28-ə. X 28-dir. Y bərabərdir 22. İndi deyir ki, əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? 28 kiloqram qənd var idi uşaqlar. X-i soruşur. 28. Sonra deyir ki, satıcı şarın birini 12 qəpiyə. Şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Deməli, bu nə qədər xeyri olur? 3 qəpik qazancı var. 3 qəpik. Satış zamanı 5 şar partlamışdır. O bütün şarlarını alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Aha, deməli, satış zamanı 6 şar partlayıb. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə. Deməli, uşaqlar, bu 12 qəpiyə alır, 15 qəpiyə də satır. 5 şar partlayıbsa, aha, 12 qəpiyə aldı. Bu 5 şar hələ ki qalsın kənarda.
Bir şardan biz 100 qəpik əldə edirik. 6 manatımız uşaqlar 600 qəpikdir. 600 qəpik. Deməli, gəlin baxaq görək biz 600 qəpiyi neçə dənə şardan əldə eləmişik. Böldüm 3-ə 200. Aha, deməli, bu satıcı nə edib? 200 dənə şar satıb. 200 şar satıb. Sonra 200 şar satıb. Amma deyir ki, 600-dən çox gəlir, 6 manatdan çox gəlir əldə edib. Aha. Yəni ən azı 200 şar satıb. Plus bu 5 dənə də şar partlayıb bax uşaqlar. 5 dənə də şar partlayıbsa, biz onu da nəzərə almalıyıq burada. 200 şarı satıb 5 dənəsi partlayıbsa, bu burada deməli ziyana düşüb. 25 60 qəpik də ziyana düşüb. 600 qəpik yox, biz nə edirik? 600 qəpikdən biz çıxırıq ziyanda olan qəpikləri, 60 qəpiyi. Bu nə eləyəcək uşaqlar? 540 qəpik. Aha. Deməli 540 qəpik. 540-da bölürəm 3-ə. Görüm nə qədər şar satıb bu kişi. Aha, 1 54 3-ə böləndə aha, neçə eləyir? 24 3 18 180. 180 şar. Aha. Deməli bu 180 dənə ən azı şar satıb. Minimum 180 şar satıb. Sonra uşaqlar keçdik. Alıb satıb. Yəqin ki uşaqlar burada bu satılan bu şarı bunların içərisində nəzərə almır. Çünki biz bu partlayan şarları bu əldə olan qazancdan onların sayını çıxmışıq. Ona görə yəqin ki burada ən az neçə şar alıb satmışdır. Onları yəqin ki nəzərə almır, ancaq qazanc əldə olunan şarlar nəzərdə tutulur. Mənə elə gəlir. Aha, sonra keçək 80-ci suala. Deyir ki, burada düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük, düzbucaqlı üçbucağımızı çəkirəm. Katetlərindən biri digərindən 2 sm böyük, hipoten uzunluğundan isə 2 sm kiçikdir. Bura olsun x, bura olsun x plus 2, burada olsun x. Bura olsun x minus 2. Aha, deməli, bu bundan 2 sm böyükdür, hipoten uzundan isə 2 sm kiçikdir. Bu da olacaq x minus 2. Biri digərindən 2 sm. Hipoten uzundan bu digərindən 2 sm böyükdür. Gəlin belə yazaq bu şəkildə. Bu katet olsun. Bu katetimiz olsun x. Hipotenuzundan 2 sm kiçikdirsə, deməli hipotenuzumuz x plus 2-dir. Və digərindən də 2 sm böyükdürsə, burada x minus 2-dir. Aha, hipotenuzu istəyir, yazıram uşaqlar. Pifaqor teoreminə görə x kvadratı çıxılsın 4x plus 4 bərabərdir. X kvadratı plus 4x plus 4. 4-lər getdi, x kvadratı getdi. Yerdə nə qaldı uşaqlar? X kvadratı bərabərdir 8. Belə yazmayayım. X kvadratı çıxılsın 8. X bərabərdir 0. X bərabərdir 0 və 8-ə. Bizdə deməli x 0 ola bilmədiyinə görə x'imiz olacaq 8. 8-dirsə bu da elədir. 8 plus 2 bərabərdir 10. Aha, bu da belə. Sonra gəldik 81-ci suala. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. Sonra BC qövsünün uzunluğu 4pi. BC'nin qövsünün uzunluğu, buranın uzunluğu 4pi'dir. Deməli, AO, buranın uzunluğu 6'dır. AB, buralar bərabərdir. Verilən fiqurun sahəsini tapın. Gəlin tapaq uşaqlar. Deməli, bunun uzunluğu 4pi'dirsə, çevrənin uzunluğu hansıdır? Sürən tapılır yazaq. L bərabərdir 2 pi r. 2 pi r düsturuyla tapılır. Aha. Mərkəz onun yarım çevrənin diametridir. Aha, BC qövsünün uzunluğu. Bizdə bu qövsün uzunluğudur. Aha.
2 pi r qövsün də uzunluğunu tapanda alfa bölünsün. Aha, qələm yenə. Alfa bölünsün 360. El qövs bərabərdir 360. Aha. Bərabərdir uşaqlar 4 pi-yə. Çünki qövsün uzunluğudur. İndi gəlin bunu həll edək. Pi-lər getdi. Alfamız diametr olduğu üçün 180'dir uşaqlar. Buna gəlin burada düzəldim. Buraya yazıram 180. Çünki diametrdir. Bu da getdi qaldı 2. Bundan bu da getdi. Nə qaldı? R bərabərdir 4. Tapdıq ki buranın uzunluğu 4'dür. Radiusumuz oldu 4. İndi nə deyir bizə? Verilən fiqurun sahəsini tapın. Aha. Bu fiqur yarım çevrənin diametridir. Biraz fəza fiquruna oxşuyur. Bu fiqurun sahəsini tapmaq üçün uşaqlar nə edirəm? Bu elə bu çevrənin, baxın. Bu hissə bu çevrənin yarısıdır. Bunun sahəsi nə edir? S bərabərdir pi r-in kvadratı. Çevrənin sahəsinə danışıram. Bu da bərabərdir. R-imiz 4 olduğu üçün 16 pi-yə. Amma burada bu çevrənin yarısıdır. Bütöv çevrənin sahəsində lazım deyil bizə. Bunun yarısı lazımdır. Ona görə bərabərdir 8 pi-yə. Deməli, bunun sahəsini tapdıq 8 pi. Bu hazır əlimizdə var. İndi keçirəm uşaqlar. Mənə lazım olan, baxın, bunun sahəsini tapmağa. Oturacağı, deməli, üçbucaq çəkirəm. Oturacağı 8-dir. Aha. Başqa nə verib bizə? Onun uzunluğunu da verib 6. Bərabər yanlış bucaqda uşaqlar bu 6'dır. Bərabər yanlış bucaqda həm median, həm tənbülən, həm də hündürlükdür. Bu AO. Deməli, buraları da silim, təmizləyim. Şəkli daha yaxşı çəkim, baxaq. Aha. Deməli, üçbucağı çəkdim. Bu B, C, A, buradan da O. Aha. Bura 4'dür, bura 4'dür, bura 6'dır. Fiqurun sahəsini istəyir. S bərabərdir 2'də 1 vurulsun 6 vurulsun 8. İxtisar getdi, qaldı 24. Buranın da sahəsi oldu 24. Aha, deməli, ümumi bizdən nə istəyir? Fiqurun sahəsini istəyir. S bərabərdir 24 üstə gələk 8 pi. Bu da oldu 81-ci sual. Bu da belə uşaqlar, tapşırıqların hamısını bitirdik. Ümid edirəm ki, sizə qaranlıq qalan bir hissə olmadı. Hər birinizə imtahanda təkrar uğurlar arzulayıram. Hər birinizdən yüksək nəticələr arzulayıram. Sağ olun, salamat qalın. Hələlik.